Aksoy Production'ın təqdimatında Baksel'in baş sponsorluğu ilə 3 bacı serialı başladı. Heveslendik bir gün geldi çıktı, biz 3 bacı büyük şehre. Burada çoxlu yeni dostlar tapdık, ümidlendik aydın seher. Sevinç tecrübe esiri, yemek xoşbəxtin məhrizi. Bir komşuların da her biri saadet sevme dersidir. Çölde, işte, evde, firavanlık her mekanda biz çok mehribanız. Komşularla hoşbəxt dolanırıq, evde yola gitmesek de biz hiç bacılar. Bak, herkes bunu bilir, her tərəfdən min bir söhbət gedir. Kimsə təsdir, kimsə yola gedir. Baxın, sevin, gülün, gəldik üç bacılar. Kalarit Dayanatı rəhbərliyinə təşəkkürlərimizi bildiririk. Bayramımız mübarək olsun. Əziz dostlar, elimizə, yurdumuza, Azərbaycanımıza bahar gəlib. Qanımız damarlarımızda coşur, çağlayır. Oğlanlarımız gedib qızlarımız üçün elçi daşının üstündə otururlar. Bəli, ərə getməyə hazırlaşan qızlarımız xına yaxtı mərasimlərinin gözəl keçməsini arzulayırlarsa, təbii ki, elə bugün də bizim kafemizin belə gözəl bəzədilməsində bizə dəstək olan Şabunlər Xına Yaxtı studiyasına təşəkkürlərimizi bildiririk. Və bizim Novruz Çələngi nominasiyasında bizim bu gözəl gecəmizdə bizə dəstək olduqlarına görə isə
Vedi servise derin teşekkürler. Minnətdarlığımızı bildiririk. Həyatınız bu güllər, çiçəklər kimi həmişə gözəl olsun. Həyatınızda işıq saçsın. Növbəti nominasiyada adları açıqlamaq üçün səhnəyə dəvət olunurlar. Sizcə kim? Marif Kübra. Buyurun Kübra xan. Marif kişi buyurun. Beləliklə, Qadın Gözüylə serialın ən yaxşı kişisi namizədlərindən mənim kavalerim Marif. El çalın, dört. El çalın. Vüsal Saadətli, Qənimət Seyidəli. Beləliklə, Qadın Gözüylə serialımızın ən yaxşı kişi nominasiyasının sahibi sen okursan yasın. Özün okuyacağım. En yaxşı kişi serialda Qənimət. Kim adı bu Qənimət kişi? Bəs indəmədi də, bəs güldən, kələngdən taxmırsınız mənə. Ayma, ölmədik bu günü də gördük, ayma. Ay Allah. Hamınıza minnətdaram. Hamınıza dərin təşəkkürümü bildirirəm. Mən bu serialda hamınıza qardaşam, sirdaşam, yoldaşam. Həm ata, ana, rəfiqə, dost. Süd qardaşı, qapı qonşu, lift pulu yığan. Hər şey olmuşam. Hamınızı ürəkdən çox istəyirəm. Hamınız mənim ürəyimə, qəlbimə yaxınsınız. Amma mənim ən çox sevdiyim, ən çox əzizlədiyim Səidədir. Bilirsiniz nə üçün? Ancaq ona ürəkdən deyə bilirəm ki, Səidə canıva azar olub.
Növbəmizi davam etdiririk. Deyirlər inanclara görə bayram axşamı ərə getmək istəyən qız söyüd ağacının altında dayanıb. Əgər niyyət eləyirsə və o zaman söyüd ağacının yarpaqları yerə toxunub əsirsə, o qızın arzusu istəyi yerinə yetəcək. Bizim də arzumuz, istəyimiz budur ki, bütün qızlar xoşbəxt olsun. Elə bu arzunu, bu istəyi də musiqi dili ilə çatdıracağıq. Qonağımız var. Səsi, avazı şirin. O oxuyanda göydə uçan quşlar da cəhcəh vurub ona salam verməmiş keçmir. Samir Piriyev! Bayramın mübarək olsun Samir. Xoş gəldin sən. Buyur. Эй, Джануля, расскажи мне сказку. Эй, Джануля, расскажи мне сказку. Ты не мучай, взгляд твой жгучий. Ты не мучай, взгляд твой жгучий. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Расскажи мне, как украла сердце. Расскажи мне, как украла сердце. Ночью снится мне царица. Ночью снится мне царица. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Эй, Джануля, подари мне ласку. Эй, Джануля, подари мне ласку. Нету лучше, ты мой лучик. Нету лучше, ты мой лучик. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Расскажи мне, как украла сердце. Расскажи мне, как украла сердце. Ночью снится мне царица. Ночью снится мне царица. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Словно шоколадка, солнце светишь ярким, ты моя мулатка. Так чисто и сладко, словно шоколадка. Солнце светишь ярким, ты моя мулатка. Baş sponsor Baksel.
Əziz dostlar, bilirəm səbirsizlənirsiniz, maraq sizi boğur, bilmək istəyirsiniz ki, növbəti nominasiyada kimin adı aşırlanacaq. Elə ona görə də səhnəyə böyük məmnuniyyətlə dəvət edirəm. Buyururlar, Ağır Dora! Gəlin. Buyurun. Çok sağ olun. Şaka. Çok sağ olun. Ben deyim Ağır. İndi ise en çok montaj olunan aktör nominasiyasında aktörler kırışır. Kimler kırışır? Afisant Bey, alkışlar. Komşular ve ustalar. Gelin görey bu nominasiyada kim galip gelir? Yüreğimizi sildi. Aç Ağır, Hakan. Beləliklə, əsə mənim uzun-uzun danışmaqdan xoşum gəlmir. Afçaq, buraya gəl. Gəl buraya gəl. Tebrik ederim. Çox sağ olun. Çünki bu mənim həyatımda nəysə, çox sağ olun. Şənliyimiz davam edir, əziz dostlar. Çox sevilən bir müğənnimizi dəvət edəcəm. Ağır oturub batman gələn, sənətdə səməni kimi boy atıb böyüyən, mahnıları, səsi, şəkər bura, paxlava kimi dadlı, ləzzətli, şirin olan Zamik! Alqışlarımızla. Bayramın mübarək olsun Zamik. Xoş gördük səni. Buyur. Ürəkdən salamlayıram sizləri, bayramınız mübarək, neçə belə illərə çıxaq və mahnılarımla təbrik eləmək istəyirəm. Buyur. Badamlı, nə sərim badamlı, nə şirin badamlı, dadı var badamlı, adı var dərdlərin, dərmanı belə su, dehanı axtar dolan bu dünyanı. Hey, Badamlı qazı var onun da, bazı var siz onu, yaz olur heyif ki, az olur çox olur, söhbəti xoş sözü, söhbəti gəzir eli onun şanı, bəhbəhlə gözəl suyu var bizim Azərbaycanın. İç onu ürəyin qoy sərin olsun, iç onu ürəyin qoy sərin olsun. Badamlı, lalaxır badamlı, bolaxır bulaqdan su çıxır deyirsən, balaxır dərdlərin dərmanı belə su, dehanın axtar dolar bu dünyanı. Hey, badamlı, məzəli süfrələr, gözəli şüşəsi, qədəhi əlbən, gözəli çox olur, söhbəti xoş sözü, söhbəti gəzir eli onun şanı, bəhbəhlə gözəl suyu var bizim Naxçıvanın. İç onu ürəyin qoy sənin olsun, iç onu ürəyin qoy sənin olsun. Badamlı, məzəli süfrələr, gözəli şüşəsi, qədəhi əlbən, gözəli çox olur, söhbəti xoş sözü, söhbəti gəzir eli onun şanı, bəhbəhlə gözəl suyu var bizim Naxçıvanın. İç onu ürəyin qoy sənin olsun, iç onu ürəyin qoy sənin olsun, iç onu ürəyin qoy sənin olsun, iç onu ürəyin qoy sənin olsun.
Beləliklə yeni nominasiya. Mövsümün O Bilməyən Şeyə Qurd Düşər nominasiyası üzrə mübarizə aparan namizədləri ekrana gəlsin. Diğer tərəsinə. Ortada aşağımı görsün, əllər, parmaqlarımı. Beləliklə, O Bilməyən Şeyə Qurd Düşər nominasiyası uğrunda mübarizə aparan qəhrəmanımız Xədicə xanımdır. Təbrik edirəm, Ayma. Çox sağ ol. Teşekkür senden. Benim size sözüm var. Bəli. Mən bilməyən şeyə qurd düşər. Özü də ki, elə şeylər var ki, onlara çoxdan qurd düşüb. Hətta üstündə hörümçək yuvada qurub. Amma mən bu çələngi boynumda, bunu da əlimdə titriyə-titriyə saxlayıram. Üzümü Səadətə tuturam. Bir söz soruşmaq istəyirəm səndən, Səadət. O paltarı neçə almışsan? İndi heç olmasa indi də, heç olmasa indi mən ürəyim partlayıb. Bir də onu demin neçə almışsan paltarı? Çox sağ olun. Elimizə bahar gəlir, yurdumuza yaz gəlir. Onun ifası ilə hamımızın əhvalına xoş avaz gəlir. Vasif Məhərrəmli! Xoş gəldin. Bayramın mübarək olsun. Buyur. Eşidir qonşular səni. Bütün qonşuları, qohumları, dostları, yaxınları, əzizləri, bütövlükdə xalqımızı Novruz bayram günü münasibəti ilə, ümumiyyətlə bu bahar bayram günü münasibəti ilə təbrik edirəm. Hər birimizin ailəmizə bolluca ruzi, bərəkət arzulayıram. Amin, amin inşallah. Buyur Vasif, eşidirik səni. Hamı rəqs edirik. Saçan oğlum biri də mənim olsun. Sühlələrə şam düzüm qoy arzunuz çin olsun. Şöyle saçan oğlum biri də mənim olsun. Səməni nazlı gəlin incə birində kəmər. Baharın elçisidir bəzəylin əlbəkilər. Səməni nazlı gəlin incə birində kəmər. Baharın elçisidir bəzəylin əlbəkilər. Yurdumuza yaz gəlir tez barışsın küsənlər. Talih sizə yar olsun sevilenler sevenler. Yurdumuza yaz gəlir tez barışsın küsənlər. Talih sizə yar olsun sevilenler sevenler. Şəkər bura paxlama bəzək verir xonşaya. Baharın qeymətidir elə ovaya. Qızlar əlində buna xonşa düzür yan yana. Bahar necə yaraşır qazır boycana. Toy bayrama karışsın. Her hayatta bir tungala yıldızla yarışsın. Evlerimiz bezensin, toy bayrama karışsın. Her hayatta bir tungala yıldızla yarışsın. Səməni nazlı gəlin incə belində kəmər. Baharın elçisidir bəzəkli əlbəkilər. Səməni nazlı gəlin incə belində kəmər. Baharın elçisidir bəzəkli əlbəkilər. Yurdumuza yaz
alqışlarımızla yola salırıq. Təşəkkürlər. Bayramımız mübarək olsun, ayma. Xədicə, səndən sözlər çıxır. Maarif demişkən Allah məni güldürsün. Heyf məndən. Çəkil. Otur, səni çay gətirim. Mən nə hayda, sən nə hayda, Seva. Nə oldu ay qənimə? İlin 12 ayı üzün gülmədi də sənin. Nə deyənə, mənim balam? Nə deyəndə ki, dəngülün birini sırımısan mənə, hələ bir danışırsan da. Bilirsən nə var anam? Boşanıram. Bəs salam şüt tamam. Nə deyəcəksən bəs məhkəmədə? Nöş boşanırsan? Ömür gün yoldaşın deyirsən, mənim balam. Seva, bu nə çaydı belə? Keyfim açıldı, əhvalım dəyişdi. Qənimət, dadından görmürsən ki, berqadır? Deyirəm axı. Ayma. Aycan. Canım bibiyala, babşa düz deyirsən, ömür gün yoldaşımdır, hə? Niyə boşanıram? Bəs nə? Bir boşananların əli bala batır. Qurban olaram sənə. Vəssalam. Bilirəm, vaksin hər yerdə tutur. Mən səni tuta bilirəm. Baş sponsor Vaksel. Elimizə fərəh verir, qəlbimizə qürur verir, ruhu bədəndə oynadır Azərbaycan rəqsləri. Kim gəlir? Fatimə! Alqışlarınızla. Hoş gəldin.
Elə bil ki, Fatimə səməni idi, belində bir dənə qırmızı lentin olmadı. Çox sağ ol Fatimə, minnətdarlıq gəlişinə görə. Akoskosa gəlsənə, gəlib salam versənə. O torbanı ver görək, yumurtalar rəng-bərəng. Amma kosa gəlməyəcək. Günəşin, ayın istisini, hərarətini, parlaqlığını öz adında birləşdirən Günay İbrahimli! Aramızda nə qalır ki, bir keçilməz dərya var. Yadımızda nə qalır ki, bir yazılmaz rüya var. Yadımızda nə qalır ki, bir yazılmaz rüya var. Səni məndən kim alar ki, qismətinə kim qalar ki, mənim olsan nə olar ki, dağılmaz ki bu dünya. Mənim olsan nə olar ki, dağılmaz ki bu dünya. Bu çalınan məkanmandır, ürəyimin telləri. Görüşmürük nə zamandır, saymaq olmur illəri. Görüşmürük nə zamandır, saymaq olmur illəri. Bilməz edim sinəmdəsən, bu kimsəsiz aləmdəsən. Qarşılaşsan mənimlə sən, dağılmaz ki bu dünya. Qarşılaşsan mənimlə sən, dağılmaz ki bu dünya. Səni məndən kim alar ki, qismətinə kim qalar ki, mənim olsan nə olar ki, dağılmaz ki bu dünya. Mənim olsan nə olar ki, dağılmaz ki bu dünya. Mənim olsan nə olar ki, dağılmaz ki bu dünya. Mənim olsan. Bravo, bravo. Günay dedi, mənim olsan nə olar ki, Günay? Sən hansı oğlanın üstünə bormağını qoysan, o sənə uça-uça Mən gələcək. seçmişəm artıq. Hə, inşallah gələn il bu vaxt əl evində olasın. Yox, o məşğuldur, onun aləmi qatma, qanqada salma, qanqada salma. Estetik əməliyyatları həyata keçirir. Sonra danışarım. Tam dəyişəsən Sonra tanımazlar səni. Alqışlarla yola salırıq Günayı. Bu əziz gündə hamımız iki qat bayram yaşayırıq. Sevinç sevincə qarışıb. Hamımız sevincdən pərvazlanıb göyün 7-ci qatına qalxmışıq. Bəli, növbəti nominasiyada adları açıqlamağı üçün səhnəyə dəvət olunurlar böyük məmnuniyyətlə. Sadət, xoşbəxt, sallah havalar. Buyurun, buyurun. Sadət, buyur, keç bacı. Hörmətli xanımlar və bəylər, nominasiyalarımız davam edir və növbəti nominasiyalarımız belə adlanır. Teleməkanda ən səs-küylü partlayış. Aha. Zəhmət olmasa, indi açıqlayacaq adları. Və namizədlərimiz Qənimət, Ağır və Keçi, üzr istəyirəm, Sevinç. Və baxaq ki, bu namizədlərdən hansı qalib olacaq? Alqışlar. Deməli belə, Novruz Çələngi 2014-ün ilin ən səs-küylü partlayış nominasiyasının qalibi kimdir? Mənim tərəfimdən verilmiş təxəllüsü doğruldan
səs-küylü partlayışlarıyla səs salan Sevinç Salahovalar. Kim o tərəfdədir? Sənə də. Hələ uçuyaq. Qaribsən axı. Buyur, gerçək bizi çək. Ay sağ ol. Danış yaxşı, heyecanlanma. Bəli, mən ilin ən səs-küylü partlayışlarının müəllifiyəm. Amma neyniyyəkin alınmır. Bəli, hərdən olur ki, təcrübələr alınmır, düzdür. Mənə bax, deyəm bir dəqiqə, mənə elə gəlir ki. Alınmır. Alınmırsa demək sərf eləmir. Sərf eləmirsə keç baks elə. Yaxşı da Səadət. Məncə ilin ən gözəl tapıntısı qardaşımız Ağırdır. Ağır gəl. Ağır gəl. Beləliklə, bütün xalqımızın Novruz bayramını təbrik edirlər. Üç bacı Firuz